Övladlığa götürmək tək uşağa ailə, ev bəxş etmək deyil. Onun həmçinin cəmiyyətə faydalı olan şəxsiyyət kimi yetişdirilməsində vacib rol oynayır. Valideynlər valideyn himayəsindən məhrum olunmuş uşağı övladlığa götürən zaman onun təlim-tərbiyəsi ilə məşğul olur, onun tələbatlarını ödənməsində iştirak edir. Həmçinin onun psixi, emosional inkişafının irəlilənməsinə kömək edirlər və bu zaman uşaq özünü ailədə xoşbəxt hiss edir. Övladlığa götürmə ailə məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinin 118.1-ci maddəsinə əsasən övladlığa götürmə 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ övladlığa götürmək istəyən şəxslərin uçotunu alınması, ikinci mərhələ övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, üçüncü mərhələ isə övladlığa götürmə ilə bağlı məhkəmə qərarının qəbul edilməsidir. Birinci və ikinci mərhələ Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Belə ki, övladlığa götürmək istəyən şəxslər Nazirliyə müraciət edir və əgər Ailə Məcəlləsinin 120-ci maddəsində sadalanan tələblərə cavab verirsə, onlar uçota alınırlar. İkinci mərhələ isə valideyn namizədlərin müsahibə aparmaq, onların maddi məişət şəraitini müayinə etmək, onları təlimlərə cəlb etmək, eləcə də övladlığa götürmək istəyən şəxslərə uyğun uşağın seçimi, övladlığa götürmək istəyən şəxslərlə uşağın müəssisədə görüşünün təşkili, sınaq müddəti ilə uşağın övladlığa götürmək istəyən şəxslərin evində yerləşdirilməsi və nəticədə Nazirliyin övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsi ilə yekunlaşır. Rəy alınmış vətəndaşlar uşağın yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət edirlər. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra övladlığa götürülən uşaqlarla övladlığa götürülən şəxslərin valideyn hüquq və vəzifələri yaranır. Belə ki, əgər uşaq 7 yaşına çatmışsa, uşağın fikri alınır və nəzərə alınır. 10 yaşına çatmış uşağın razılıq verməsi isə mütləqdir. Nazirlik uşaq övladlığa verildikdən sonra monitorinq aparır. Monitorinqin aparılmasına məqsəd uşağın ailədəki vəziyyətinin, onun əqli, psixoloji vəziyyətinin öyrənilməsidir. Övladlığa götürmə prosesində 4-6 yaş arası uşaqları, onların övladlığa götürülməsi barədə həyat hekayəsini danışmaq tövsiyə olunur. Bəzən valideynlər bundan çəkinirlər, düşünürlər ki, övladlığa götürmə barədə onlara məlumat versələr, münasibətlərinin korlanmasına səbəb olar. Lakin bu belə deyil. Biz bütün mərhələlərdə, yəni övladlığa götürmənin bütün mərhələlərində valideynlərə, valideyn namizədlərə bu barədə tövsiyələr veririk. Bu övladlığa götürmə məsələsini uşaqlara bu yaş aralığında vermək tövsiyə olunur. Həmçinin bu zaman uşaqlara oyun formasında, yuxu öncəsi nağıl formasında onların yaşlarına uyğun tərzdə bildirilməsi daha münasibdir. Uşaqlar övladlığa götürüldüyü zaman bu zaman valideynlərlə uşaqlar arasında olan münasibət, bağlılıq, emosional bağ möhkəm olması üçün hər iki tərəf buna çalışmalıdır. Belə olan halda uşaq ailədə daha sevgi ilə böyüyər və həmçinin özünü güvəndə və təhlükəsizlikdə hiss edər. Qanunvericilikdə övladlığa götürmənin stimullaşdırılması məqsədi ilə əlavə tədbirlər də öz əksini tapıb. Övladlığa götürmək istəyən şəxslərə övladlığa götürülən sağlam uşaqlar üçün 240 manat, əlilliyi müəyyən edilmiş uşaqlara görə isə 600 manat sosial müavinətlər verilir. Valideyn himayəsindən məhrum olmuş uşağa qayğı göstərən uşaq evləri, sosial xidmət müəssisələri olur və burada uşaqlar kollektiv qayğı ilə əhatə olunurlar. Övladlığa götürmə isə qayğıdan kənar qalmır, valideynlər tərəfindən atılmış və himayə götürməyən uşaqların övladlığa götürmə prosesini həyata keçirir. Hər bir uşaq ailə mühitində böyüməyə və inkişaf etməyə, daim ailə qayğısı ilə əhatə olunmağa layiqdir.